İlham Əliyev gör necə əxlaqsız adamdır ki, Soska gəlini Alona Livanı aparıb şəhid analarının yanına. Ay nə bilim əlini öpdürür, ay nə bilim cici hərəkətlər eləyir. Şəhid evindən çıxardıb aparır məscidə. Ay İlham Əliyev, ay əxlaqsız, ay mənəviyyətsiz, ay mən deyən, ay şayba, ay cındır köpəyoğlu. Sən nə istəyirsən axı? Niyə sən bu qədər peysərə atırsan? Niyə sən bu qədər qeyrətsizsən? Sənə axı deyirik ki, İlham Əliyev, bu Alonanı bizim gözümüzə soxma. Biz artıq bilirik sənin gəlinin kimdir. Hansı yuvanın quşudur, hansı deşikdən əmələ gəlibdir. Biz bilirik bunu. İlham Əliyev, Alonanın ləkəsini nə məscid təmizləyə bilər, nə şəhid anaları, nə heç kim. Onu bir şey təmizləyə bilər. Sən peysər İlham Əliyev, vətəndaşların problemlərini həll eləməlisən. Siyasi məhbusları azad etməlisən. Sosial problemləri həll eləməlisən. Qazın, suyun, işığın qiymətini aşağı salmalısan. Benzinin qiymətini aşağı salmısan. Ay bir namus. Bunları etməlisən. Ay əxlaqsız. Ay şəlpə İlham Əliyev. Bunları eləmək lazımdır. Alonanı aparır məscidə. Ay nə bilim məscid suyun şeyinə vurur, altına. Ay nə bilim şəhid ailələrinin evinə. Ay cındır köpək. Bu şoğullar kimə lazımdır axı? Heç kim inanmır. Ay arvadı Soska Əlin Ağayev. Ay arvadı Cırıq Nahidan Ağayeva. Nə istəyirsiniz siz? Cəmaatı dolamısınız. Siz başa düşmürsünüz ki, biz də dolamağa başlayanda sizi gec olacaq. Mehman bu arada Şeyh Uluslam onu şey yapar, bilirsiniz de gelir, ziyaret günü gelir. Həcə aparır, Şeyh Uluslam Alyonanı aparıb orada basacaq çox güman ki. Basacaq nədir? Basıb şey o. Basacaq Basıb nədir? şey. Ay, Yəni basacaq. sabah mən deyirəm ha, həc ziyarətindən Alyona şəkillərini görəcəksiniz. Mən Mehman elə belə söz demir burada. 100%. Alonanı artıq istəyir həcdən yox, istəyir kosmosda şəkillərini versin. Xeyri yoxdur. Soska Alonanı artıq hər kəs tanıyır. Bir dənə qabil, sənsən, bir mənəm, ona vurmamışıq hələ. Biz qalmışıq kənarda. Ona gələn gedən qoyub, biz qalmışıq kənarda. Bax, bu da haqsızlıqdır. Bu da haqsızlıqdır. Necə ola bilər? Bu Sergeyi, İvanı, Denisi, Pyotr, ay nə bilim, kim var orada? Denisi, hər kəs buna vurur, biz qalmışıq kənarda. Ona görə də, indi sən deyirsən, Allah şükür onu çoxdan vurubdur. Sən elə bilsən şeydir o, Allah şükür köhnənin qəhbəsidir o. Allah şükür vurduğu iğnələri, biz Allah şükürə çatanmarıq. Allah şükür onun işini çoxdan görübdür. İlham və Mehriban Əliyevanın siması doğrudan da dağılıb pis vəziyyətdədir. Birinci İlhamın, sonra da Mehribanın siması sosial şəbəkələrdə paylaşıldı. Hətta mənim komandam da paylaşdı. Yuxusuzluqdandırmı bu? Əsəbdəndirmi? Yoxsa botoks elətdirib alınmayıb əks reaksiya mı verib? Sizcə nədəndir? Nədir? Yuxusuz, nə məsələ? Mehribanın Həm Mehriban, həm İlham Əliyevin sifəti sanki bu iki əxlaqsız.